Arzuladığınız o əla 5 otaqlı evi tapmışam, sizlərə təqdim edirəm. İzləmədə qalın. Baxın, bu hissələr təmizlənməlidir, onun üçün indidən üzr istəyirəm sizdən. Geniş həyət, yəni sahəsi var, möhtəşəm 5 otaqlı ev. Özdə hansı ərazidə? Mərkəzi xəstəxananın Dost mərkəzinin arxa tərəfi, Moza Şadlıq Sarayının arxa tərəfi, 10 nömrəli məktəbin arxa tərəfi, Riyad Ticarət Mərkəzi ilə üz-üzə, Abşeron Gənclər şəhərcinin arxa tərəfi hündür tərəf, hündür, ərazi hündürdür. Nəmişlik, rütubətin qətiyyən olmadığı möhtəşəm bir ərazidir. Siz hissəyə baxdınız. Tikinti barədə də məlumat verəcəm. Bunları bir dənə göstərim, sotaları, mətbəx sahəsi, tavanlar, işləmələri fikir verin. Mətbəx və sanitar qovşağı isti döşəmədir. Buradan arxa tərəfə keçid qoyulub, hörmətli dostlar. Kombo aparatının yeri o hissədədir və digər məqsədlər üçün o hissədən istifadə edə bilərsiniz. Bura ilk mərtəbənin yataq otağı çox səliqəli təmir olunmuş, yaxşı bir evdir, dəyərli dostlar. İlk mərtəbənin sanitar qovşaq hər iki mərtəbədə isti döşəmədir, o cümlədən də mətbəx sahəsi isti döşəmədir. Qalxaq ikinci mərtəbə, sonunda sizə bu möhtəşəm evin möhtəşəm görünüşünü göstərəcəm. Qiyməti 178.000 manatdır, dövlət ipotekasına yararlıdır. Möhtəşəm bir ərazidir, 2.5 sotda evin və torpağın çıxarışı kupçası olan bir ərazidir. Buradan sizlərə eyvan sahəsini göstərim, təqdimatın bitirdikdən sonra sizə daxili təqdimat bitirdikdən sonra çöl hissəni göstərəcəm. Dam hissəyə çıxış burada qoyulub, buradan deməli yataq otağına fikir verin. Bütün növ ictimai yaşayış obyektləri bir addımlıqdadır. Qapısının ağzına kimi asfalt yoldur. Buradan növbəti belə bir yataq otağı. Və ümumilikdə 5-ci otaq. Görün necə gözəl təmir olunur. Həqiqətən də. Bu təmiri bəyənməmək olmaz. Bu da ikinci mərtəbənin sanitar qovşağı. Hər iki mərtəbə sanitar qovşaqda duş kabini üçün yer ayrılıb. Gəlin bu evin çöl görünüşünü sizlərə göstərim. Dəyərli dostlar, evimizin çöl görünüşü bu qaydadadır. Görün necə gözəl evdir. Allah bütün arzusunda olanlara qismət eləsin. Gecə görüntüsü, işıqlandırması ümumiyyətlə çox yüksək səviyyədə həyata keçirilib. Baxın, bu hissədə besetkası yığılıb, qapı döşənilib, uzaqdan dronelan sistemə təchiz olunmuş. Jalüz qapı, piyadalar üçün əlavə kaletka qapı. O hissədə yaşıllıq. Hələ bu evin qarşısında bu iki yer görürsünüz. Bu hissədə palma ağacları əkiləcək. Çox gözəl formada. Deməli 60-60 fundament üzərində tikilib, hörmətli dostlar. Mərtəbə arası monolit beton və ümumi mərtəbənin yekununda beton kəmər atılıb. Qazın suyun işığın fasiləsi olduğu əla bir ərazidə Dost mərkəzinə, mərkəz xəstəxanaya yaxın. Start qiyməti 178.000 alıcılara endirim olunacaq. Əldən verməyin nömrəm 077 744 36 33. Dövlət ipotekası ayrılmış şəxslər də müraciət edə bilər. Sağ olun, hələlik.